Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Emin. Seyyidina ve Mevlana ve Tebibi kulubina ve şefii zunubina Ebu'l Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Ve ala alihil masuminel mukarremin, la siyumel hucceh, ruhi ve arvahul alemin, itrabi maqdemihil fida, amma ba'd. Qâlellâhul hakim fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenüttequllaha ve kûnû ma'as-sâdiqîn. Usikum ve nefsi bi təqvallah, sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah müteal bizləri gizlin və aşkar, Allahdan qorxub təqvalı olan kəslərdən qərar versin inşallah. Allah bu cümə gününə xatir bütün möminlərin, müsəlmanların müşkül və çətinliklərin asan eləsin. Allah aqibətimizi xətmi bi xeyr eləsin. Allah bizi dünyadan İslamla, imanla, təqvanla köçməyi nəsib eləsin inşallah. İnsanın kamalı, insanın formalaşması, insanın islah olması İslamda önəmli mövzulardan hesab olunur və hətta deyə bilərik ki, dinin əsas hissəsini təşkil eləyir. İnsan üç sahədə kamala çatmalıdır. Üç sahə insanı formalaşdırır, təkamülə çatdırır. Əqidə sahəsi, əməl sahəsi və əxlaq, rəftar sahəsi. Bu üç sahədə insan müəyyən islahatlar aparmalıdır. Əqidəsi düzgün olsa və eyni zamanda əqidəsindən, düzgünlüyündən doğan əməlləri olsa və o əməllərin qorunması üçün bir sıra əxlaqi xüsusiyyətlərə, rəftarlara da yiyələnə bilsə, insan kamala çata biləcək. Onun üçün insana xəbərdarlıq edirlər, danışırlar, tövsiyə edirlər, moizə edirlər, nəsihət edirlər. Allahın Quranda moizələri, nəsihətləri, məsumların kəlamları, nəsihətləri. Amma bir məsələ də var, o məsələ hər şeydən qabaqdır. O da İmam Cəfər Sadiq əleyhissalamın hədisində qeyd olunduğu kimi buyurur: "Mən ləm yec'alullahu lehu min nefsihi vaizən." Hər kəsin daxilindən, öz içindən bir muizə edən olmasa, فَإِنَّ مَوَائِزَ النَّاسِ لَنْ تَغْنِ عَنْهُ شَيْئًا. Başqalarının onun üçün elədiyi muizə onda təsirsiz qalacaq. İlk öncə insan özünün daxilindəki o səsə qulaq asmalıdır. Özünün səhvlərini, düzlərini görə bilmək bacarığı olmalıdır ki, kənardan insana olan muizə insanda təsir qoya bilsin. Həzrəti Loğman əleyhissalamın oğluna əməl mərhələsində bir neçə nəsihətini inşallah istəyirəm oxuyum. Qeyd elədik, üç sahədə insan kamala çatır. Əqidə, əməl və əxlaq. Bunlar üçü də bir-birini tamamlamalıdır. Mümkündür insan bir şeyə əqidə bəsləsin, amma əqidəsi əməlində özünü göstərməsin. Məsələn, bir adamdır, deyir ki, Allahı sevirəm, Allaha qurbanam, hər şeyim Allaha fədadır. Amma Allah üçün heç bir iş görmür. Allahın ona vacib elədiyi heç bir işi yerinə yetirmir. Bu, boş iddiadır sadəcə. Həzrəti Loğman oğluna nəsihət eləyir. Buyururdu ki, ya bunəyyə, əqimis-səlah. Əməl mərhələsində birinci sözü buydu. Oğul, namaz qıl. Namazı bərpa et. Namaz qıl, biz Azərbaycan dilində bu cürdür. Namaz qılmaq. Mən namaz qıldım. Namazı qılmaq sözü ərəb dilində belədir. Əqimis-səlah. Namazı bərpa et. Bərpa o şey deyərlər ki, onu inşa edirsən, qurursan,
qaldırırsan, yüksəldirsən. Ona görə bir hədisdə Peyğəmbər buyurur, namaz dinin sütunudur. Yəni namaz həyatımızda sütun rolunu oynayır və qalan hər bir şey o sütuna bağlanır. Əgər sütun olmasa, heç bir şey yüksəklikdə qala bilməyəcək. Həyatımızı bu nöqtədən namaza baxsaq, namaz həyatımızda sütundur və namazı bərpa etməliyik. Onda namazın həqiqi mənası da biz üçün məlum olacaq. Namazı bərpa elə, namazı iqamə elə. Qəd qamətis-səlah. Namaz bərpa oldu, namaz bərpa oldu. Bu sözdən sonra biz təkbir deyib namaza başlayırıq. İlk əməl mərhələsində oğluna praktiki göstərişi bu olur, namaz qıl. Yəni, ucalmaq istəyirsənsə, gərək Xaliqlə rabitədə olasan. Namazsız mümkün deyil. İndi biz bunu namaz qılanlara deyirik. Namaz qılanlara deyirik, namaz qılırıq, Allah qəbul eləsin. Amma namaza çox ciddi yanaşmaq lazımdır. Çünki bütün əməllərimizin bağlılığı var namaza. Hədis Peyğəmbərimizdən də sallallahu aleyhi və səlləm buyurur, əvvəlu ma yuhasəbu bihil ibad əs-səlah. İlk soruşulacaq sual namazdandır. Və maraqlıdır ki, demir namaz qılmısan. Deyir, əgər namazı qəbuldursa, başqa əməllər də qəbul olacaq. Namazı qəbul deyilsə, digər əməlləri də qəbul olunur. İn ruddət masibaha, in qubilət masibaha. Namaz bu qədər əhəmiyyətlidir, onu məsumlar tövsiyə edirlər. Fikrim bu mövzuda qalmaq deyil, sadəcə istəyirəm hər bir məsumun, hər bir peyğəmbərin nəsihət məqamında ilk dilinə gəldiyi, ilk tövsiyə elədiyi mövzudur namaz. Namaz bütün dinlərdə var idi. İslamdan öncə də var idi. Namaz iki tərifi var. Quran deyir, əqimis-sələtə li-zikri. Namaz Allahı yad eləyir, Allahı xatırladır deyə vacibdir. İnsan Allahı xatırlamalıdır. Allahın bizim namazımıza ehtiyacı yoxdur. Bəs biz niyə namaz qılırıq? Bizim namazın özünə ehtiyacımız var. Biz təkamülə çatmaq istəyiriksə, gərək namaz qılaq. Məsələn, bizə deyiblər ki, hündür bir heyvana qalx. Məqsəd budur ki, sən oraya çıxasan. Sənin oraya çıxmağın üçün sənə lazım olan ən əsas vasitə nərdivandır. Namaz nərdivandır. Hər gün qıldığımız namaz sanki bir pillə qət eləyirik, biz yüksəlirik. Namazın bizim həyatımıza təsiri var, biz üçün zərurəti var. Əgər Allahı yad eləməsək nə olacaq? Allahdan nəsə əskiləcək, əl-əzubillah. Allah deyir ki, nəsullaha fəənsahum ənfusahum. Bu merangdır, əgər bir adam Allahı unutsa, özünü unudacaq. Özünü unudacaq, yəni özünü itirəcək. Özünü toparlaya bilməyəcək. Bəs namaz insanın nəinki işlərin nizama, intizama salır, namaz insanın özünə tərəf diqqətini də cəmləməyə insana kömək eləyir. Namaz insanın özünü tapmağa kömək eləyir. İnsan namaz qılanda özünü dərk eləyir. İnsan özünü tanıya bilir. Bəs Allahı unutmaq cəzası budur ki, insan özünü unudacaq. İkinci xüsusiyyətin Quran deyir, İnnəs-sələtə tənha anil-fəhşai vəl-münkər. Bax, bu bərpa olan sütun misali olan namaz, o namaz ki, biz ona sütun nəzəri ilə baxacağıq. O namaz ki, din bizə vacib eləyib, bir xüsusiyyəti də budur. Namaz bizi bütün bəyənilməyən çirkinliklərdən uzaqlaşdıracaq. İnnəs-sələtə tənha anil-fəhşai vəl-münkər. Bir dənə dərman alırsan, açırsan için tərkibinə baxırsan, bunun hansı məqsədlə istehsal olunduğuna baxırsan, bunun insanın orqanizminə faydalarına baxırsan. Görsən, yazır ki, bu qaraciyərə bu cür təsir göstərir, mədəyə bu cür təsir göstərir və bundan bilirsən ki, bu kapsulu qəbul elədikdən sonra səndə bu xüsusiyyətlərdə müsbət təsir qoyacaq. İndi namaz mən qılıram, bu namaz məndə nə icad eləyir, nə yaradacaq? Allah deyir ki, bu namaz səni çirkinliklərdən uzaqlaşdıracaq. Bəs hər dəfə namazı kontrol eləmək istəyəndə, bax, günahla rabitəvə. Əgər namaz qıldığına görə müəyyən gün ərzində günahdan çəkinə bilirsənsə, o namazına görə şükr elə.
Şükür elə o namazına görə ki, o namazı sən qılırsan. Əl-əuzubillah, əgər namaz səni günahdan çəkindirə bilmirsə, artıq orada insan gerək biraz tərəddüd eləsin, istiğfar eləsin, düşünsün və həqiqi namaza çatdıra bilsin özünü. Əqimis salat, oğul namaz qıl. Və əmur bil məruf, yaxşılığa dəvət elə. Və nəhə anil münkər, pislikdən çəkindir. Yaxşı işlərə məruf deyir Quran. Məruf tanış mənasındadır. Yəni Allah demək istəyir ki, yaxşılığa zatən tanışsan. İnsan yaxşılığa zatən, insan yaxşılıq eləyir. Niyə yaxşılıq eləyir? Çünki zatən xaraktercə biz yaxşıyıq. Bizə sonradan gələn, bizi süquta çəkən pislikdir. Biz pislikə zatən yadıq. Məruf, yəni tanış. Quran deyir ki, vəmur bil məruf, tanış olduğun şeylərə əmr elə, yəni yaxşılıqlara əmr elə. Vənhə ənil münkər, münkər nədir? Yəni yad, pislik. Pisliklərin adına Quran bizə deyir yad, yəni pisliklər sənə yaddır. Yaxşılıqlar sənə doğmadır, pisliklər sənə yaddır. Bəs bütün yaxşılıqlar insanın ruhuna tanışdır. Allah Şəms surəsində də qeyd eləyir. Fəəlhəməha fucuraha və təqvaha. Biz insana yaxşılıqları da ilham elədik, pislikləri də xəbərdar elədik, tanış elədik. Yaxşılıqlara dəvət elə. Yaxşı işə sövq elə. Yaxşı işə adət elə. Pis işdən çəkindir. Həm özün çəkin, həm başqalarını çəkindir. Hədisdə var, bir nəfər görsə, bir nəfər pis iş görür. Onu çəkindirməsə, sanki yaralanmış bir şəxsi küçənin ortasında qoyub tək tənha getməyə bənzəyir. Əgər bir nəfər görsə, bir adam səhv bir istiqamətə gedir, günaha gedir, onu çəkindirməsə, ona reaksiya verməsə, sanki bir yaralını küçənin ortasında qoyub öz başına buraxıb getməyə bənzəyir. Həzrət Luqman oğluna deyir, əmr bə məruf elə, nəhiyyəz münkər elə. Vəsbir ələ ma əsabək. Və bütün bu dediklərinin içində bir çətinliklər var. İndi mən onları bir-bir sadalasam, vaxt gedər. Namaz qıl. Bəli, namazın çətinlikləri var. Biz ürəyimiz istəyən namazı, biz hər nə istəyirik eləyək və namazda qılaq, bu cürdür. Namaz bir sürü məhrumiyyətləri var, gərək onlara riayət edəyəsən. Sən namaz qılırsan, məsələn, müəyyən yerlərdə gərək olmayasan, görsənməyəsən, müəyyən sözləri danışmayasan, müəyyən ifadələr etməyəsən, ticarət eləyirsən, gərək kimisə aldatmayasan ki, sabah bütün namaz qılanların haqqı sənin boynuma gəlməsin. Hamımız eşitmişik. Hamımızın qulağına çatıb, görürsən, deyir ki, Kərbəlayı idi, məni allatdı. Məşhədi idi, məni allatdı. Hacı idi, məni allatdı. Namaz qılırdı, gecə namaz qılırdı, deyirlər, məni allatdı. Siz elə bilirsə, elə adamlar rahatçılıqla qutaracaq, vallahi yox. Həm elədiyinin cəzasını çəkəcək, həm o ziyarətin savabını, fəzilətini, kölgə saldığına görə Allahın hüzurunda cavab verəcək. O Məhərrəm ayında yadıma gəldi, bir dəfə danışmışam. Bir nəfər atla gedirdi, gördü, bir nəfər yerdə piyada əl elədi buna. Saxladı, dedi, nə məsələdir? Dedi ki, bəs pulum qutarıb yolda qalmışam, miniyim də ölüb, mənə kömək elə. Dedi ki, ala bu miniyi saxla, mən yaxınlıqdan sənin üçün azuqə getirəcəm. Getdi, xülasə getdi, bir pul tapdı, nə getirdi, gəldi buna verəndə, gəldi, gördü ki, bu gedib. Bu miniyi götürüb, qaçıb gedib. Üstündən illər keçdi, bu bundan görüşdü. Görüşəndə ona bir cümlə dedi. Dedi, sən mənə haqsızlıq eləmədin, sən heyvanı ölüb, pulu yolda qutaran bütün insanlara haqsızlıq elədin. Dahi onları heç kəs yolda götürməyəcək. Dahi heç kəs piyada görsə bir nəfər yerdə qalıb götürməyəcək. Sən tək mənim haqqıma yox, bütün pulu qutarıb,
Miniyi ölüb, İbn-i Səbil deyirlərdi, ona yolda pulu qutarıb, yolda qalıb. Heç neydə yoxdur. Dedi, sən bütün onların insanların haqqına girdin. Bəs o insanlar ki, bunlardan istifadə edir, namazı ilə, həcci ilə, ziyarəti ilə, nə bilim, Əhl-i Beyti sevməsi ilə, İmam Hüseyni sevməsi ilə bu kimi şeyləri dilinə getirir, istifadə edir, özünü inandırır. O tək o şəxsə cavab verməyəcək. Bütün o hacılara da cavab verəcək. Allah evinin əzəmətini sındırdığına görə Kərbəlanın əzəmətinə, Məşhədin əzəmətinə, bütün bunlara görə də cavab verəcək. Ona görə çətindir, namaz qılmaq çətindir. Deyir ki, vəsbir əla ma əsabəq fə innə zalikə min əzmil umur. Doğrudan da bunlar əzm, ciddiyyət tələb edən işlərdir. Ciddiyyət hünər istəyir. Hünər tələb eləyən işlərdir. Həzrəti Loğman oğluna nəsihət edir və sonda bu sözü deyir. İnnə zalikə min əzmil umur. Bunları sənə deyirəm, amma bunlar çox əzəmətli işlərdir. Bu işləri yerinə getirməkdə də səbirli ol. Səbirli olmağı tövsiyə edirəm sənə. Namaz qılacaqsan, gərək səbrin olsun. Yaxşılığa dəvət eləyəcəksən birini, burada sən başqa sözlərdə işləyəcəksən, arxonca başqa sözlər də deyəcəklər. Səbirli olacaqsan. Birini pislikdən çəkindirəcəksən, sənə maneçilik törədəcəklər, qarşıva çətinliklər çıxardacaqlar. Hər bir halda sən səbri əlindən vermə. Bu yolu getmək istəyirsənsə, səbirli olacaqsan. Sənə yetişən bütün çətinliklərə dözümlü olacaqsan. Görsən də bir nəfər cəmiyyətdə, məsələn, ürəyi yanandır, məsələn, kimsə qapısına gedir, borc verir falan, bəsməkan. Elə bu yetimi həmişə alladacaqlar. Onu rişxənd eləyəcəklər, onu məzəmmət eləyəcəklər, onu pisləyəcəklər, onu qınayacaqlar. İndi bu yaxşılığını tərk etməlidir belə bir halda. Dindir ki, yox, yaxşılığı tərk eləmə. Elə bu işlər çətindir. Asan da olsaydı nə vardı ki? Namaz qılmaq asan da olsaydı, sonu cənnət olmazdı ki. Oruç tutmaq asan da olsaydı, sonu cənnət olmazdı ki. O atalar misal var, el üçün ağlayanın bir gözü kör olar. Əgər yaxşı xəttə qalacaqsansa, səni mütləq danlayacaqlar, sənin üçün pis deyəcəklər, sənin üçün şayə buraxacaqlar, sənin üçün hər söz deyəcəklər, sənə böhtan atacaqlar. Bax, bu yolun əvvəlindən bunları gözə alıb yola çıxasan gerək. فَإِنَّ ذَلِكَ min əzmil umur. Əzm, yəni himmət, yəni vüqar, yəni çətinlik. Diqqət eləsəz, Peyğəmbərlərin içində 124 minin içində Allah 5 nəfər içində ki, ulul əzm, əzm sahibi olan Peyğəmbərlər, 5 nəfərdir. Yəni bunların çətinliyi digər Peyğəmbərlərə nisbət daha çox olub. Bu 5 nəfər daha çox əziyyət çəkib, daha çox güc sərf eləyib, daha çox sərmayə qoyub insanlar üzərində. Din budur. Yəni, insan düşünməsin ki, hər şeyi asanlıqla əldə eləyə bilər. Çətinliklər həmişə dinin içində olur. İnsan yaxşı olmaq istəyirsə, yaxşı olmaq indiki zamanda, elə hər bir zamanda, indiki zamanda bəlkə biraz da çox. Yəni, yaxşı bir insan olmaq çox çətindir. Çox əziyyətlidir, çox yorucudur, amma səfalıdır. Ağıllı adam bunu seçir. Ağılsız adam, əziyyətdən qaçan adam, belə deyək ki, bir təhər yaşayıb, necə olur, onu alladım, bunu alladım. Bir təhər çulumu sudan çıxardım, axırda yığışacaqlar qəbr üstə, molla deyəcək ki, cəmaat haqqınızı halal eləyin. Bunlar da deyəcəklər, bir nəvalar da ki, halal xoşu olsun. Bir dənə gilab paylayacaqlar bunlara, məsələ bitdi, mənim də işim oyanda rahat olacaq. Yox. Molla orada dəfinə gələnlərin o gəldiyi əziyyəti deyir halal elə. Sən kimisə allatmısansa, biz orada demirik ki, filan kəsin borcu, filan kəsin kiməsə borcu var, onu halal eləsin. Filan kəs kiməsə yalan söz deyib, onu halal eləsin, deyilmir ki. Bura gəlməyin əziyyətini deyirik halal eləsin. Yəni, o dəfində iştirak eləməkdə balaca istəyirik kömək eləyək.
Bax, bu məsələlərdə insan başa düşsün, hər bir çətinliyin içində bir asanlıq var, rahatçılıq var və o rahatçılığa çatmağa əlindən gələni əsirgəməsin inşallah. Allah'ın verirən Peyğəmbər əhl-i beytinə Allah dünya və axirət bizi onların elmindən, marifindən ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr, innəl insənə ləfī xusr, illellezine amenu və amilussalihat və təvasav bil-haqq və təvasav bis-sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefii zunubina bil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala aliyin amiril muminin aleyhisselam ve ala Fatimete Zehra seyyidetin nisa'il alemin salamullahi aleyha ve ala'l Hasan ve'l Hüseyin ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Muntazaril Mahdi. Allahümme eğfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el-ehyâi minhum vel emvat usikum ve nefsi bi tekvallah. Sizi ve özümü ilahi tekvaya riayet etmeye davet ederim inşallah. Ve qala Resulullah sallallahu aleyhi ve aleyhi ve sellem xasletun men lezimaha eta'ethud dünya vel ahire. Hazret buyurur, Peygamberimiz buyurur, bir xüsusiyyət, bir xislət sizə tövsiyə edirəm ki, hər kəs ona riayət eləsə, dünya və axirət ona itaət eləyəcək. Və rabihəl fawzə bi qurbillahi təala. Və Allaha yaxınlaşmaqda ən böyük sərmayəni, ən böyük qazancı əldə eləyəcək. Qeylə və mahiyə ya Resulallah. Soruşdular ki, o xüsusiyyət nədir ya Resulallah? Qalə, ət-təqva. Həzrət buyurdu ki, o xüsusiyyət təqva xüsusiyyətidir. Mən əradə ən yəkuna əəzzən nas fəliyyəttəqillah, sümmə təla və mən yəttəqillah yəcəlləhu məxrəcə və yərzuquhu min heysu la yəhtəsib. Həzrət buyurdu ki, hər kəs istəyir insanların izzətlisi olsun, vüqarlısı olsun, gərək Allaha təqvalı olsun. Sonra deyir, Həzrət bu ayəni oxudu. Hər kəs təqvalı olsa, Allah ona hər zaman çıxış yolunu göstərər. Qarşıda Məhərrəm ayı gəlir. İnşallah ayın 26-sından Allahın izni ilə Məhərrəm ayı başlayır, əzadarlıq günləri başlayır. İmam Hüseyin əleyhissalam təqva mücəssəməsidir. Allahın yer üzündə Allahdan qorxanların simasıdır Həzrət Əbu Abdullah Hüseyin. Allah lütf elədi, qismət elədi, düzdür sayılı günlər qalıb, hər saniyənin hökmü var. Allah lütf eləsin, belə deyim, nəsib eləsin. İmam Hüseyin məclislərində iştirak eləyək. İmam Hüseyinə əzadar olaq və bir də fürsət verir Allah bizə ki, bu Kərbəlanın, mahiyyətin, İmam Hüseynin hədəflərin başa düşək, dərk eləyək. Qədimdən bu cürdür, Məhərrəm ayı əzəmətli aydır, ağır ay deyirlər. Yəni, übuhəti var, xofu var. Düzdür, bəziləri indi istəyirlər, bəzi sözlər desinlər, insanların fikrində Məhərrəmiyə qarşı biraz zəiflik yaratsınlar, şövqün azatsınlar, amma inşallah ki, ümidvarıq, təsirsiz olar o sözlər, müəssir olmazlar, müvəffəq olmazlar. Çünki məsumlar özləri bu cür olub. Rəyyan adlı bir səhabə deyir, İmam Rıza əleyhissalamın yanına gəldim, deyir, Məhərrəm ayının ilk günü idi, deyir, İza dəxələ şəhrü Muhərrəm, la yəra əbi vahikən. Heç kəs İmam Rıza əleyhissalamı və digər məsumların da barəsində var. Məhərrəm ayında heç vaxt onları gülən, təbəssüm edən görmədim. Deyir, Həzrət buyururdu ki, bu ay hüzün aydır, bu ay Peyğəmbər əhl-i beytinin qəmli aydır. Rəyyan, elə bir aya daxil olmuşuq ki, bu ayda
Allah cahiliyyət dönəmində belə vuruşmağı haram eləmişdi. Cahil ərəblər yol keçib, quldurluq eləyib, pul qazanan ərəblər, qəbilələrlə bir-biri ilə savaşan ərəblər Məhərrəm ay gələndə qılıncı qoyardı yerə. Deyir Rəyyan, belə bir ayda Peyğəmbər balasını qətlə yetirdilər. Yəni bunlar cahiliyyətdən də geridə qalmış düşüncəyə sahib idilər. Sonra deyir Rəyyana dedi, İn kunta bakiyən li şeyin fəbki lil Hüseyn ibn Ali. Hər vaxt, tək Məhərrəmdə yox, hər vaxt qəlbin sıxılsa, ağlamaq istəsən, Hüseyn ibn Əlini yad elə ağla. Hüseynə ağlamaqda nicat var. Və belə denən, Hüseyni yad elə və belə denən, Ya leytana kunna ma'akum fənəfuzə fəvzən əzimə. Kaş siz də olaydıq, kaş sizlə birgə olaydıq və biz də feyzə çataydıq. İmam Rıza əleyhissalam buyurur ki, and ola Allaha, hər kəs bu sözü desə səmimi şəkildə, Allah Cəddim Hüseynlə şəhid olanların əcrində onu da şərik eləyəcək. Cəddim Hüseynlə şəhid olanların əcrində onu da şərik eləyəcək. Allah'ın verirən Peyğəmbər əhl-i beyti hörmətinə Allah dünya və axirət bizi onların elmindən, maarifindən ayrı salmasın inşallah. Allah'ın verirən böyüklüyü xatirinə, əzəməti xatirinə ibadət itaətlərimizi, tövbə və istiğfarlarımızı dərgahında ali dərəcədə qəbul eləsin. Allah'ın verirən böyüklüyü xatirinə xəstələrimizə, yadımızda olan kəslərə şifaya acil mərhəmət eləsin. Qəriblikdə, qürbətdə olanlarımızı, hərbi xidmətdə, əskərlikdə, əsirlikdə olanları sağ-salamət ailələrinə qovuştursun. Allah'ın verirən Muhammed Ali Muhammed hörmətinə, övladı olmayan bacı qardaşlarımıza salih övladlar nəsib eləsin. Allah'a and verirəm əzəməti və bu cümə gününün hörməti xatirinə müşküllərimizi, çətinliklərimizi, müsəlman qardaşların müşkül və çətinliklərin asan eləsin. Allah İslamın düşmənlərin, əhl-i beyt düşmənlərin dünyanın hər bir yerində zəlil, xar və rüsvay eləsin. Allah'ın verirən böyüklüyü xatirinə, əzəməti xatirinə İmam-ı zamanımızı bizlərdən razı eləsin. Ağamızın duaların halımıza şamil eləsin. Və Həzrətin gəlişində günü-gündən təcil qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar. İnne şaniyaka huvel abtar. Vesselamu aleykum ve rahmetullah ve berekatuh.